Bismillahirrahmanirrahim. Mehriban ve bağışlayan Allah'ın adıyla ve yadıyla. Azərbaycanın və Təbrizin Milli Məktəbindən 61-ci bölümü istəyirəm sizinlə paylaşam. Əzizlər, bu bölümdə neçə suallara, sorulara biz çalışacağıq ki, cavab verək. Ən birincisi, üçüncü xəttin söyləmi nədir? Söyləm həmən qofteman. Çox xoşluram ki, Şəms divanından bir beytlə başlayam ki, Mevlana Həzrətləri buyurur: Zehi ənqayi Rabbani şəhənşəh Şəms Təbrizi ki o şəmsi ni şərqi و ni غربی و ni dərca. Bu şeir Şəms Təbrizinin tavsifində və təmcidində deyilir. Axı biz bilirik ki, Azərbaycanın və Təbrizin irfani məktəbinin öndəri, başçısı, lideri Şəms Təbrizidir. Təbrizin və Azərbaycanın milli məktəbi bir dənə hüviyyətə düşünən, mənaya düşünən bir dənə məktəbdir. Yəni həm torpağa nəzər salır, həm suya baxır, həm göyə baxır, həm mənaya baxır. Cəm'i surət با چنین معنای ژرف نیست ممکن جز ز سلطان şegərf. Bu iki dənəni bir yerdə yığışdırmaq həqiqətən ki və bir yerə yığmaq həqiqətən ki bir ağır və böyük işdir. Həm Təbrizə baxmaq, həm Konyaya baxmaq. Bu həmən baxışıqdır ki, biz eləyə bilərik üçüncü söyləmdə ya üçüncü qoftemanda biz ona baxaq. Yəni demək olar ki, o çərçivədə buna üz döndərməliyik, baxmalıyıq. Ona görədir ki, Mevlana Şəmsə üz tutaraq ona deyir ki, Şəmsin, Təbrizli Şəmsin üçüncü söyləmi vardı. O birinci söyləmə, ikinci söyləmə baş yendirmir, baş əndirmir. O öz düşüncəsindən, Təbriz məktəbindən üçüncü düşüncəni, üçüncü yolu, çizgini, xətti meydana gətirir. O xətt demək olar ki, nə şərqidir, nə qərbidir. Həm şərqidir, həm qərbidir. Yəni nə batıya üz döndərir, nə doğuya. Həm doğudan, həm batıdan ikincisindən də güclənir. Nə bir yerdə əvədəməkdir bunun işi, nə demək olar çox qaçmaqdır, müftə qaçmaqdır, nə yavaş yeriməkdir. Nə odur, nə budur. Həm odur, həm budur. Ona görə bu xəttin adı Türk-İslam xəttidir. Bu xəttin adı Turan-İran xəttidir. Üçüncü xəttin söyləmi ümmət və milləti bir yerə yığmaqdır. Üçüncü xəttin söyləmi hüviyyətin süfrəsində usul bilənləri, usula uğraşanları, islah axtaranları, onların hamısını bir yerə toplayıb yığmaqdır. Demək olar ki, bu söyləmdə hüviyyətin o zati ünsürlərini din, dil, tarix, vətən və törə bilməkdir. Bu söyləm, bu üçüncü xətt yaşayışı bütün məsələ görməkdir və bu məsələni həllinə, çözməsinə çalışmaqdır. O çalışmaq fəlsəfədən, milli fəlsəfədən keçir.
Bu üçüncü söylem insanı bir natik, nütkü olan ve hüviyyete düşünen insan bilir ve görür. Demək olar ki, bu kimlik və mənlik və hüviyyətə düşünən bir məktəbdir ki, insanı eləyə bilir, insanın boğazında olan o düyünlər, insanın zehnində olan o düyünləri çalışır ki, neynəsin? Aşsın. Demək olar tərsə düşüncədən onu neynəsin? Qurtarsın. Necə ki, 5-ci dəftərdə o həkim Mevlana buyurur 562-ci beytidə buyurur ki, Oqdey kan bər gəluy tost səxt ki bedani ki xəsi ya nikbəxt. Bir dənə düyün sənin boğazına bağlanıbdır. Sən bilmirsən ki, xoşbəxt insansan ya bədbəxt insansan. O düyünü aşmasan, o tərsə düşüncədən sən qurtulmasan, sən xoşbəxtçiliyi və bədbəxtçiliyi bilməyəcəksən. Azaransan görgünən ya qərəgün, aç gözü sənsən, özün kör bir düyün. Sən o kör düyünü açmasan, bilməyəcəksən ki, xoşbəxtsən ya qara gündəsən. Azaransan, yəni arazansan, yəni xoşbəxtçilikdən. İkinci konu budur ki, biz demək olar ki, şubiyyə ilə bağlı biz gərək baxaq ki, bu şubiyyə nəyə tapınır, nəyə dayanır. Bizim demək olar ki, Məhrusə məmalikinin, Türk toplumlarının ən böyük möcəllərindən və problemlərindən budur ki, İran şəhərlərin təhriflərini, cəlilərini və ədəbiyyatlarını tanımamaqdır. Yəni bunların ədəbiyyatını tanımayaq, onların cəliyyatını tanımayaq, təhriflərini tanımayaq, biz demək olar ki, o doğru düşüncəyə yol apara bilənməyəcəyik. Ona görə hər şeydən öncə bütün uzmanlıqların içində bizə gərək şubiyyəni tanımaq, şovinizmi tanımağın uzmanlığını da biz əlimizə gətirməliyik. Yəni bir dənə təbib, bir dənə doktor, bir dənə mühəndis əvəzi bu ki, öz uzmanlığına güvənsin, ona fəxr etsin, bir dənə də fəxr etməli uzmanlığı bu olmalıdır ki, öz kimliyini, öz hüviyyətini və o ziddi şubi uzmanlığı əl tapmağına güvənməlidir, onurlanmalıdır, fəxr eləməlidir. Və burada o dəyərin demək olar meyarı və o tərəzisi hüviyyət tanımağın metodlarında və ziddi şubiyyənin uzmanlığını bilməkdə, şuvinizmə qarşı olmağın metodunu tanımaqda gizlənibdir. Bu uzmanlığı ələ gətirmək əlbəttə milli məktəbdən, milli fəlsəfədən keçir. Yəni o milli məktəbə, milli fəlsəfiyə insanın tanışlığı olmasa eləyənməyəcək. O metodlara da əl aparsın. Üçüncü konu sehyonistlərlə İran şəhərlərin ilgiləri, fərqləri nə ola bilər? Əzizlər, siz baxırsınız, görürsünüz ki, biz indi bir sehyonizmlə bir İran şəhəri şubiyyənin arasında giriftar olmuşuq. Demək olar ki, bu şubi İran şəhərlər bəlkə də minlər dəfə sehyonizmdən faşistlikləri və mason dünyasının təmsilçi olmaqları bundan çox-çox yuxarı və
üstündür. Mən bilmirəm doğrudan bizim toplumda bu İslami axarlar, İslami cəryanlar niyə eləyə bilməyiblər bu 100 ilin içində inqilabdan, hətta sonralıqda bu şubiyə və bu İran şəhri düşüncəsinin mahiyyətinə bunlar əl aparsınlar. Axı bunlar onlarla iş birliği yapması, Kuroş'tan danışması, ya onların o Zərtoş'ta dayanması, bütünlüklə İranın öz içində bir para islah tələblərin demokrasi istəkləri ilə, ya səltənət istəkləri ilə hamısı bunlar üst-üstə düşməsi demək olar bizə ziddi ərəb, ziddi türk və ziddi İslam olması və bunların türklərin qabağında əyləşməsi, ərəblərin qabağında əyləşməsi və İslam aləminin qabaqda əyləşməsi bütün bizim ziyalı insanlarımıza gərək aydınlaşmış olardı. Bunlar indi İbrahimi sülhüdən danışırlar. Bunlar indi Kuroş anlaşmasından danışırlar. Və demək olar ki, istər istəməz istəyirlər ki, bu toplumu icbar baxımı ilə də olmuş olsa, belə bir sülhə sarı tüfəngin lüləsindən çıxmış da olsa, güclə də olmuş olsa, bu iki anlaşmaya gəlsinlər. Kuroş anlaşması ilə İbrahim anlaşmasına. Ona görə belə nəzərə gəlir ki, Səhyonizm ilə bir uzun savaş bölgədə millətlər arasında və İslam aləmi arasında gedəcəkdir. İstər istəməz məcburiyyətlə bu savaş davam edəcək. Bu şeytani proje ya prosə demək olar, ziddi İslam olaraq İran şəhərlərin gücü ilə və yardımı ilə Sehyonismlərin öz istəklərini bu bölgədə təkmilləşdirməyinə yardım edirlər. Dördüncü demək olar konu savaşla kapital dünyasının ilgisidir. Əzizlər, savaş kapital sistemlərinə bir dənə biznes və ticarət sayılır. Bütün savaşın xəzinələri və onların xəşləri demək olar ki, sərmayə sahiblərinin ciblərinə gedir. Həqiqətən kapital sistemləri bu inqilablardan, bu dəyişikliklərdən, bu dünyanın savaşlarından qazanc aparırlar. Kapitalın əsl sərmayəsi, yatırımı bu əmniyyətsizlikdir. Özəlliklə bizim bölgəmizdə, bizim ölkələrimizdə, İslam aləmində əmniyyətsizliyi yaratmaqla bunlar böyük qazancılara əl aparırlar. Ona görə Ukrayna bunlara bir dənə laşə kimindir, bir dənə qoyun əti kimindir. Qoyublar meydana, həm Rusa qazancı vardı, həm Batı dünyasına və həm Amerikaya qazancı vardı. Hər iki tərəf də buradan qazanc aparır. Beşinci konu demək olar ki, bu siyasi inqilablar xuşunətlə nə ilgisi ola bilər, nə ilgisi vardı. Bütün bu inqilablar, sol inqilabları, ya xuşunətli sağ inqilabları, aşağıdan, yuxarıdan hamısı bu burjuvazi düşüncəsinin qabağında, bunun islahatının qabağında və bunların inqilablarının qabağında bu 100 ildə bunlar yeniliblər. Niyə? Niyə yeniliblər? Buna görə ki, bu inqilablar demək olar hamısı bu burjuvanın içində bu inqilablar düşüblər və bunu nə ediblər? Gücləndiriblər. Sonralıqda da özləri siyasi, ictimai, iqtisadi və şikəstəliğə düşüblər.
Niyə ki, e, çoxlu bu inqilablar hakimiyyətlərin demək olar işlərində məcburiyyətlə öz təəssüblərini, öz ideolojilərini davam vermək üçün xuşunətə üz gətiriblər. Yəni bərk davranmaqla çalışıblar ki, öz ideolojilərini saxlasınlar. Məcburiyyətlə gediblər diktatoriya sarı. Ona görə biz bunu nəzərə alaraq görürük ki, bütün inqilablar bu 200 ilin içində tamamilə burjuvazinin öz içində olub və burjuvazinin öz içində neyniyiblər? Həzm olublar və eləyənməyiblər o ictimai nizamın bir dənə demək olar yeni bir toplumsal sistemi neynəsinlər? Yaratsınlar. Məsələn, siz Səddama baxanda görürsünüz ki, Səddam özünü bir dənə nasyonalist, bir dənə milligəra, bir dənə inqilabi ərəb bilirdi. Və munta bunun nasyonalistliği bir dənə təvəhhüma, bir dənə dogma, bir dənə bağlılığa giriftar olmuşdu və qudrətə o qədr bulanmışdı ki, demək olar ki, bütün dəyərləri də öz qudrətində, öz gücündə və öz servətində görürdü. Bunun siyasi savadsızlığı eləyənmirdi ki, burjuvazının gerçəklərini və həqiqətlərini neynəsin? Görsün. Eyni halda biz baxırıq, görürük ki, belə bir nizam öz, yəni Səddamın belə bir sistemi öz kapital və o sərmayedarı sistemin içində yaranır. Bunun bütün inqilabı, bunun bütün hərəkəti, bunun bütün mübarizəsi də onun içində yaranır və bu yol açır Amerikanın öz həmləsinə və Amerika kapital dünyasının lideri olaraq neyniyir? Gəlir bu inqilabi ki, öz burjuvanın və öz kapitalın içində idi və bu insan ondan yaranmışdı. Gəlir onu neyniyir? Orada başını əzir. Bunlar eləyə bilərdilər çox rahatçılıqla qərb dünyasının qabağında öz şanslarını ortaya qoyub və şanslarını ovlasınlar. Vəli çoxlu zamanları neynədilər? Əldən verdilər. 200 ildir ki, demək olar ki, dünya kapitalizmin bal ayıdır. Və bu kiçik inqilablar demək olar ki, heç zaman kapital dünyasını yeniləndirənmir. Yeniləndirənmir ki, heç, bəlkə də onu gücləndirir. Niyə ki, bu kapital dünyası öz içində o qədər bu zərfiyyəti və yetənəkləri yaraldıbdır ki, eləyə bilir bu inqilabları öz içində təhəmmül eləsin. Ona görə neynəmək lazımdır? Hər millət istəyə özünü burada meydana çəkə və öz varlığından sahib ola, gərək fikri və fəlsəfi inqilablara və dəyişikliklərə düşünsün. O da milli məktəbini anlamaqdan, dadmaqdan və düşünməkdən keçir. Sağ olasınız.